Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirdi. Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub. İclası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbib bəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbib bəyli Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbib bəyli bildirib ki, böyük qayıdış hərəkatını uğurla həyata keçirən ölkəmizin hər tərəfli inkişafına nail olmuş Prezident İlham Əliyevin dünyada sülhün beynəlxalq təminatçılarından biri kimi yüksək nüfuz qazanması müstəqil Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün böyük şərəf və iftixardır. Elmimizin tarixində ilk dəfə olaraq Milli Dil Korpusunun yaradılması, orfoqrafiya lüğətinin yeni nəşrinin planlaşdırılması, ilk dəfə olaraq orfoepiya lüğətinin hazırlanması, şəxs adları soraq məlumat kitabının tərtib edilməsi, Prezidentimizin ana dili dərslərinin işığında meydana çıxmış mühüm elmi nəticələrdir. Eyni zamanda noyabr ayından sonra Akademiyanın rəyasət heyətinin qərarı ilə Nəsimə adına Dilçi İnstitutunda müasir Azərbaycan dili və nitq mədəniyyəti və onomastika şöbələrinin yaradılması, Prezident İlham Əliyevin dil siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edən addımlardır deyə Akademik İsa Həbib bəyli bildirib. Natiq diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 1-ci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində çap olmuş monoqrafik tədqiqatlar, keçirilmiş konferanslar da mahiyyət etibarilə dövlət başçısının həyata keçirdiyi ana dili siyasətinin elmi təzahürləridir. Akademik İsa Həbib bəyli həmçinin diqqətə çatdırıb ki, 2 cilddə nəzərdə tutulan Heydər Əliyev ensiklopediyası üzərində işdə tamamlanmaq üzrədir. Akademiyanın rəyasət heyətində 2023-2024-cü illərdə yaradılmış elektron xidmətlər şöbələrinin 2025-ci ildə adlarının dəyişdirilərək rəqəmsal elm sahəsi və süni intellekt adlandırılması həm də onların praktik elektron xidmətlərə deyil, tədqiqat yönümlü funksiyaları yerinə yetirmələrinin göstəricisidir. Həmçinin 2025-ci ildə elektron kitabxana hərəkatının sürətləndirilməsi və ilk dəfə olaraq elektron arxiv proqramının həyata keçirilməsinə başlanılması da ölkə rəhbərimizin qarşımıza qoyduğu vəzifələrin həlli istiqamətində gerçəkləşdirilmiş layihələrdir deyə AMEA rəhbəri bildirib. Sonra çıxış edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bugün elmi araşdırmaları, yaradıcı cəmiyyətləri, innovativ fəaliyyətləri yüksək olan ölkələr böyük inkişafa nail olublar. O bildirib ki, AMEA-nın 80 illik yubileyindəki nitqində Prezident İlham Əliyev süni intellekt, rəqəmsal texnologiyaların inkişafı və kiber təhlükəsizliyi ölkəmizin gələcək prioritet istiqamətləri kimi müəyyən edib. Bunun üçün elmi potensialın səfərbər edilməsinin vacibliyini vurğulayıb. Nazir müavini qeyd edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək. Daha sonra AMEA-nın akademik katibi Akademik Arif Həşimovun AMEA-nın elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi təşkilatı fəaliyyəti haqqında məruzəsi dinlənilib. Akademik Arif Həşimov qeyd edib ki, hesabat ilində AMEA öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncam və fərmanlar əsasında təşkil edib, dövlət başçısının COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Tezisini elm qarşısına yeni prioritet kimi qəbul edib. Akademiyanın ümumi yığıncağı və rəyasət heyətinin qərarlarından irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri Akademik Yaqub Mahmudov çıxış ediblər. İclasda bir sıra məruzələr də dinlənilib. Sonda AMEA-nın ümumi yığıncağının qərarı səsləndirilib. Leyli Naimik qızı Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.